Keçən dərslərimizin birində biz effekt funksiyasını nəzərdən keçirdik. Bir də bir misal vardı, yəni nominal illik faiz 16%, əmanətin məbləği 1 milyon. Biz bilmək istəyirdik ki, belə halda bizim effektiv faizimiz nominal faizdən nə qədər fərqlənəcək. Və belə bir kapitalizasiya götürmüşdük. Kapitalizasiya dövrünü, yəni illik, yəni ildə bir dəfə faizlər hesablanır. Burada ildə 2 dəfə, ildə 4 dəfə və hər ay, yəni ildə 12 dəfə. Və baxıb gördük ki, əgər ildə bir dəfə kapitallaşma gedirsə, onda nominal və effektiv faizlər eyni olur. Amma əgər faizlər artıq yarım ildən bir hesablanırsa, yəni ildə 2 dəfə, onda görürsünüz, effektiv faiz nominal faizdən bir balaca çox olur. Və ən yüksək effektiv faiz 0,17-23 faizlər hər ay hesablananda olur. Yəni misal belə idi. Nominal faiz üstündə nominal faizə əsaslanaraq biz effektiv faizi tapırdıq. İndi əks məsələsini yerinə yetirəcəyik. Yəni, əks məsələ nominal funksiyanın köməyi ilə yerinə yetirilir. Yazaq burada belə. Nominal faiz nominal faiz belə gəldi, onu bir balaca qaraldaq, yağlı eləyək, absis biraz rəngində dəyişək, belə eləyək, nominal faiz və əgər hər şey düz hesablasaq, biz bütün 4 halda 16% alacaq. İndi bu faizlərdə belə deyək, faiz formatına gətirmək üçün qaraldırsınız, sağ düyməni basırsınız, format yekik, kanalların formatı, burada prosentli, yəni faiz. Burada vergüldən sonra rəqəmləri saxlaya bilərsiniz, yaxud yığışdıra bilərsiniz, eləyirik OK və görürsünüz, artıq müqayisə eləyəndə, burada görürsünüz, 0,64% çox olur, burada artıq 1% demək olar çox olur, burada isə 1,23% çox olur. Yəni effektiv faiz nominal illik faizdən daha çox olur. Nominal faizi effektiv faizin əsasında tapırıq. Funksiya belədir, bərabərdir, nominal, belə, nominal. 2 dənə arqumenti var. Yəni, dövrün sayı, yəni kapitallaşma nə qədər olur? Bizdə 1-dir, düzdürmü? Və faiz. Faiz bizdə gedir 16%. Effektiv faiz 16-dır. Cavab 0,116 olur. İndi ikinci faizi tapırıq. Yenə də çağırıq. Buradan da çağırmaq olar nominal funksiyasını. Formula tabından, finansı maliyyə bölməsindən buradan tapırıq nominal funksiyasını. Nominal dərəcə faizi 16,64, dövr 2 dəfə. Yenə də 0,6. Çağırıq nominal funksiyasını. Üçüncü misal. $16,99 və 4 və dördüncü misal. $17,23 və 12. Sizə aydın olmaq üçün mən belə hesabladım. Ümumiyyətlə bu hesablamalara ehtiyac yoxdur. Yəni birinci xanada burada hesablama aparandan sonra bunu dartmaq olardı belə sağa və həmin ədədlər görsənir. Format şəklinə gətirmək üçün qaraltdınız, sağ düyməni bastınız.
kanalların formatı, faiz və OK düyməsini basırsınız. Və görürsünüz, hər 4 halda biz effektiv faizdən nominal faizə keçirik. Bununla bugünkü dərsimiz yekunlaşır. Bugünə bu qədər. Təşəkkürlər.